Qəzalar baş verərkən ziyan yalnız avtomobillərə dəymir. Yolların asfalt örtüyü, elektrik dirəkləri, yol ayrıcı məhəccərlər və digər qurğular da avtoqəzalar zamanı ciddi şəkildə zədələnir. Nəticədə isə dövlət əmlakına böyük məbləğdə ziyan dəyir. Əlbəttə, bu məsələləri tənzimləyən qanunvericilik aktları mövcuddur. Bununla bağlı 25 il əvvəl qəbul olunmuş qərarlar hələ də qüvvədədir. Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, yollara dəyən ziyanın yalnız bir qismi sürücülər tərəfindən ödənilir. Bu ilin son 9 ay ərzində 245 yol nəqliyyat hadisəsi baş vermişdi yol təsərrüfatına dəymiş ziyanla bağlı. Həmin yol nəqliyyat hadisələrindən 126-sında icbari sığorta olduğu üçün ziyanın ödənilməsi məqsədilə, dəymiş ziyanın ödənilməsi məqsədilə icbari sığorta şirkətinə ərizə ilə müraciət olunmuşdu. 50 yol nəqliyyat hadisəsi zamanı icbari sığorta olmadığı üçün məhkəmələrə müraciət olunmuşdu. Bundan başqa 69 yol nəqliyyat hadisəsində isə ümumiyyətlə yol qəza hadisəsinin iştirakçıları məlum deyildi və bununla əlaqədar olaraq biz sənədləri toplayaraq müraciət edilmişik Baş Dövlət Yol Polisində həmin insanların, həmin sürücülərin tapılması istiqamətində. İndi məsələ qalır polisin yola dəymiş ziyanla bağlı sürücüyə qarşı protokol tərtib edib etməməsinə. Bu məsələdə həlledici amillərdən biri də sığorta ilə bağlıdır. Xüsusilə də könüllü sığorta müqaviləsi imzalanarkən müəyyən problemlər özünü göstərir. Anar Nəcəfli qeyd etdi ki, son 9 ay ərzində Respublika yollarına işıq dirəkləri, işıqforlar və xüsusən də əyri xəttli tirlərə dəymiş ziyanın məbləği elə də az deyil. Təxminən 9 ay ərzində 450 min manata yaxın yol nəqliyyat hadisələri zamanı yol təsərrüfatına ziyan dəyir. Ödənilmiş məbləğin az olmasının səbəblərindən biri də məhkəmə proseslərinin gec yekunlaşması ilə bağlıdır. Belə ki, ödənişdən imtina edən sürücülər məhkəməyə verilir. Məhkəmələr isə bəzən aylar və illərlə davam edir. Belə hallar avtomobilə normadan artıq yük franda da baş verir. Sürücü də həmin vaxt avtomobili nizamsız idarə etdikdə vəziyyəti şərh etməyə ehtiyac qalmır. Görüntülər hər şeyi deyir. Vüsal Lalayev, Fərid Zahidoğlu, İnteraz Bakı.